Salam, 10-cu trayla baxırıq. Birinci sualda deməli qısa mətndir və cümləni tamamlamalıyıq. Nəsə burada depressiya barədə danışır. Deyir, asanlıqla başa gəlmir bu məsələ. Zamanla keçir, amma bəzən zaman da sonsuz kimi görünür. Yəni ki, çox uzun çəkə bilər. Burada deyir ki, aktivitələr etmək lazımdır tez bitirmək üçün də bu depressiyanı bitirmək üçün. Məsələn, new interest, nəsə yeni bir maraq dairəsi yarada bilərsən özün üçün. Amma ki, deyir ki, however, görürsünüz burada qarşılaşdırma bağlayıcısıdır. Həmin bu depressiyadan sufferer, yəni əziyyət çəkən adam talk again and again, bu məsələni təkrar danışmaq, bu məsələ barədə təkrar söhbət etmək helps most. Ən çox bax bu kömək eləyir deyir. Ən çox nə kömək edir? Bu məsələ barədə təkrar danışmaq. Deyir ki, depressiyalı insanlar need to be listened to, ona qulaq asmaq lazımdır. Yəni onların dinlənilməyə ehtiyacları var ki, onlar özlərinə yeni yollar tapsınlar da, çıxış yollar tapsınlar. Yəni not may feel more inadequate by good advice. Yəni ki, onlara sadəcə lazım deyil ki, durub ağıllı məsləhət verəsən. Yəni onlara sizin məsləhətiniz ehtiyac deyil. Onlara lazımdır ki, dinləyəsiniz və onlar danışdıqca da öz problemlərini anlayırlar və özləri üçün yeni yollar tapırlar da öz beyinlərində. Və sonuncu cümlədə deyir ki, onlara həmçinin might need, həmçinin nə ehtiyac ola bilər? Might burada ehtimal mənasındadır. Həmçinin professional dəstək lazım ola bilər, as well as həmçinin ailənin, dostların dəstəyi. Deməli, buradan belə başa düşürük ki, ən yaxşı kömək eləyən onları dinləməkdir. Yəni, onları dinlədiyini hiss elətdirməkdir. Və əlavə olaraq dostların da, ailə üzvlərinin də köməyi lazım ola bilər. İndi burada deyir ki, depressionu overcome eləmək üçün dostların və ailənin dəstəyi nə? Cümləni bitirmək lazımdır. Y variantı olacaq. Is not always sufficient for the sufferer. Yəni ki, həmişə yalnız bu kifayət deyil. Yaxşımı? Friends və family heç də həmişə kifayət deyil. Yəni, tək bunlarla bitmir məsələ. Y variantı o demək ki, tək friends və family ilə məsələ bitmir. Doğrudan da elədir. Çünki friends və family çatana qədər nə qədər yollar göstərib orada. Friends ilə family ilə ehtimal üçün verib ki, might need. Ola bilsin ki, bunlara da ehtiyac olsun. Məsələn, burada məsləhət vermək yazılıbdır. Yox, mətndə deyir ki, onlara məsləhət vermək mənasızdır. Əksinə, onlara məsləhət verməklə onlara qeyri-adekvat bir insanmış kimi hiss elətdirirsən. Burada Beverly deyir ki, yeganə çıxış yolu budur. Yox, yeganə çıxış yolu o deyil. Sonuncu ehtimal kimi verilibdir o. Sonra Joan deyir ki, bu heç bir kömək etməyəcək, ancaq narahatlıq verəcək. Bu yanlışdır. Kömək eləyə bilər, amma ən köməkçi vasitə deyil. Əlavə köməkçi vasitədir. Və D variantı deyir ki, rarely indi negativə aparır da. Yəni, köməyi yox dərəcəsindədir. Kömək yox dərəcəsindədir, bu da səhvdir. Kömək var. Amma nə dəhşətli dərəcədə böyükdür, nə də ki, yoxluq dərəcəsindədir deyil. Orta vəziyyətdədir və yalnız da friends and family kifayət etmir. Friends and family ilə iş bitməz. Ondan əvvəl daha professional yollar lazımdır. İkinci sualdır. Düzgün nümeral qoymalıyıq. Burada birincisi fikir verin ki, əgər sayla isim birləşməsi defislə yazılıbsa, yəni mürəkkəb sifət yaradırsa, defisli də heç bir şəkilçi iştirak eləməməlidir. Məsələn, baxın, bu D variantında defislidir və S şəkilçisi var. Dedik ki, defisdə şəkilçi olmamalıdır. Sonra, defisli birləşmə o deməkdir ki, bu mürəkkəb sifətdir. Mürəkkəb sifət adi bir sifətdir. Ona görə də orada artikel yenə də ismə aiddir, ismə uyğun olmalıdır. A variantında stores cəmdir, artikel verilibdir. Bu yanlışdır, belə ola bilməz. Sonra B variantına baxırıq. Əgər defis yoxdursa, onda elə bir sayla, isim filan ayrı-ayrı yazılıbsa, defis yoxdursa, onda saya görə isim gəlməlidir. 60 ayrı yazılıbdır, year ayrı yazılıbdır, onda years
S olmalıydı burada. Yaxşımı? Ayrı yazılanda şəkilçi qəbul eləməlidir. Amma defislə yazılanda şəkilçi olmamalıdır. İndi qalırıq ki, yine Y variantı arasında orada da article məsələsidir. Burada sonuncu isimdən asılıdır da. Store sayılan tek isimdir. Ona görə article olmalıdır. Və article sifətdən qabağa keçir. Y variantında article yoxdur. Ona görə də C doğrudur. A 60-year-old clothing store. Yəni ki, 60 illik tarixə malik geyim mağazasıdır. Mağaza sayılan tek isimdir, article var. Və artikları keçir, isimdən qabağa, sifətdən qabağa keçir. Üçüncü sualdır. Bizə təsdiq cümlə veribdir. Bir, bu təsdiqi inkara çevir. She has both the time and the resources to complete the project. Both and paralel bağlayıcıdır və ancaq təsdiqdə işlənir. İndi neyinirik? İnkarın qaydalarını bilirik, tətbiq edirik. A variantında she has not time or not elə bir hissəcikdir ki, köməkçi birləşir has not. Düzdürmü? Amma əsas feil yoxdur. Əsas feil yoxdur da. Əgər not has-ə birləşibsə, has köməkçidir. Bəs əsas hanı? Yox, əgər has əsasdırsa, notun da əsasa qoşulmaz axı. Doesn't have kimi olmalıydı. Deməli, olmadı. Doesn't have olmalıydı. B variantına baxırıq. She doesn't have both. Both and təsdiqin sözdür, inkarda olmur. C variantında and, no and birləşməsi yoxdur, no or birləşməsi ola bilərdi. Y variantında isə time'ın və resource'un qabağındakı artikellər, yəni determinerlər itibdir. O da olmamalıydı. Determiner no əvəzliyi olsaydı, deyərdi ki, hə, no əvəzliyindən sonra determiner itməlidir və isimlə birbaşa birləşməlidir. Burada no əvəzliyi yoxdur, ona görə determinerin itməsinə də ehtiyac yoxdur və qalır D variantı. She has neither the time nor the resources. Neither nor birləşməsidir. Bu da ikiliklə işlənir. Both and ikilik, neither nor ikilikdir. Biri təsdiqdir, biri inkardır. Dördüncüdə modallar qoymalıyıq. Deməli, birinci boşluqda nə verəcəyik? I tell him the truth, ona doğrusunu deyəmmi? Is it the right thing to do? Yəni, burada mənasını verir ki, elə qoy ki, mənası olsun ki, yəni, belə bir şey etsəm doğru olarmı? Doğru olarmı? Yəni, burada edimmi, etməyimmi? Belə bir məna var. Məsələn, can o mənanı vermir. May də o mənanı vermir. Sonra you, burada you has ola bilməz, D variantı da gedir. Should I tell him the truth? Yəni, deyimi burada should məsləhət mənasındadır. Bir də shall I tell him the truth? Yəni, shall modal kimi elə bir razılıq almaq üçün soruşulan bir modaldır da. Yəni, edimmi, etməyimmi mənasındadır modal kimi işlənəndə. C variantında problem odur ki, would like to ilə olur. Would like to. Burada to-su yoxdur və qalır B variantı. You had better. Had better yaxşı olar ki deməkdir və özündən sonra bare infinitiv tələb edir. Had better call. Əgər had better başqa mübtəda xəbər gəlsəydi, onda mübtəda xəbər keçmişdə olardı. Məsələn, had better you called. Başqa şəxsin adı çəkilsə, onda xəbər keçmişdə olur. Burada başqası yoxdur. Birbaşa feillə birləşibdir. Ona görə də birbaşa birləşəndə bare infinitivlə birləşir. 5-də deməli zaman formasını qoyma by 2070, yəni 2070-ci ilə qədər. Söhbət görür ki, gələcəyə aiddir. Gələcəyə aid olduğu üçün estimated keçmişdir. Bunu çıxırıq. Experts cəmdədir. Estimates xəbəri təkdədir. Bunu da çıxırıq. Sonra ikinci boşluqda görürsünüz people and property. Burada property yox, trillion dollars. People and dollars nəsə əntili birləşmədir də, yəni cəm anlayışdır. Cəm anlayış olduğu üçün orada həz ola bilməz. Bu da getdi. İndi A ilə B arasına qalırıq. Burada biraz artıq mənaya diqqət eləməliyik. Burada experts hissəsini görürsünüz vergüllə ayrılıbdır. Öyle bir ki, əlavə hissədir. Deyir ki, 2070-ci ilə qədər ekspertlər proqnoz verir ki, filan şey olacaq. Yəni, proqnoz vermək indi proqnoz verir. Düzdürmü? Proqnozu gələcəkdə verməyəcək.
İndi proqnoz verir ki, gələcəkdə falan şey olacaq. Ona görə də estimate proqnoz vermək hissəsini indikidə qoyuruq. Gələcəkdə qoymuruq. Amma baş verəcək hadisəni gələcəkdə qoyuruq ki, experts estimate, yəni ekspertlər proqnoz verir ki, indi proqnoz verir ki, 2070-ci ilə qədər 150 milyon insan və 35 trilyon dollar nəsə will be at risk, yəni riskə düşəcək, risk altında olacaq, təhlükə altında olacaq, düzdürmü? Yəni ekspertlərin rəyi, ekspertlər indi rəy verir. Bu hadisə isə riskə düşmə hadisəsi gələcəkdə olacaq. Yaxşı? 6-da. Deməli, kiçik situasiya verir ki, dünən baş verib deməli məsələ. Bir reportyor var imiş, Frank adında, gedir bir bioloqla görüş keçirir. Marine biologist, yəni dəniz bioloqu da, su aləmi ilə məşğul olan bioloqdur. Və o ona, yəni o xanıma, bioloq xanımı imiş, belə bir sual verir. What exactly does a marine biologist do? Yəni dəniz bioloqu hansı işlə məşğul olur? Yəni daha dəqiq hansı işlə məşğul olur? Belə bir sualı biz indi dırnaqdan çıxarmalıyıq. Çox rahat tapılacaq bu sual. Baxın, gəlin Y variantından yuxarı qalxaq. Frank asked what a marine biologist had exactly done. Birincisi, indiki sadə zamandır. İndiki sadə zamanı keçmiş bitmişə çevirə bilmərik. Bu 2 addım geridir. Biz də bilirik ki, 2 addım geri heç vaxt gedilə bilməz. 1 addım geri gedilə bilər uzaqbaşı. Deyə baxırıq. Wonders. Axı Frank'ın sualı indiyə aid deyil. Frank asked. Görürsüz, asked. Keçmişdə soruşubdu. Ona görə wonders yox, wondered olmalıydı. C variantına baxın, what. Oca burada budaq başlayır. Budaqda inversiya olmamalıydı. Did a marine biologist, görürsüz, inversiya baş verir. Biz demişik ki, budaqda sual quruluşu qətiyyən olmur. Və B variantında Frank cavab verdi. Yox, Frank cavab vermir. Frank sual veribdi. Ona görə answered verilə bilməzdi. A variantı düz olacaq. Fred wanted to know, görürsüz, bilmək istəyirdi ki, what exactly a marine biologist does. Burada dəqiqliklə dəniz bioloqu nə ilə məşğul olur? Nə deyə bilərsiniz ki, bəs niyə? Does feili baş cümlənin təsirinə görə geri düşmədi, yəni keçmişə düşmədi. Bu ona görədir ki, bu Frank'in soruşduğu sual ki, reallığı bildirən bir sualdır da. Yəni ancaq keçmişdəki situasiyanı bildirmir ki, yəni bioloq filan işlə məşğuldur və filan işlə məşğuldursa hansısa bioloq, bu həmişəlikdir, yəni dünya reallığıdır. Dünya reallıqları da indiki sadə zamana verilir. O baş cümlənin təsirindən keçmişə düşmür. Çünki hansısa konkret bir situasiya olanda biz zamanı dəyişirik indidən keçmişə, keçmişi dəyişirik keçmiş bitmişə. Amma burada dünya reallığı, məsələn, günəş çıxır, günəş batır, nə bilim, nəsə baş verir, su filan dərəcədə donur, filan dərəcədə qaynayır, filan dərəcədə əriyir. Bu dünya reallıqlarıdır və dünya reallıqlarını danışanda biz zaman dəyişimi etmirik. İndi burada da bioloqların hansı işlə məşğul olduğunu deyiriksə, bu yalnız keçmişdə məşğul olmur ki, yenicə də məşğuldur, gələcəkdə də məşğul olacaq. Ona görə də orada does feili, yəni bioloqun gördüyü işi biz dəyişmirik zamanca. 7-dən bir-birinə bənzər birləşmələrin mənasını deməliyik. Deməli, fikir verin. In the beginning of görürsünüzmü? Yəni nəyinsə başlanğıcında. At the beginning of nəyinsə başlanğıcında deməkdir. Nəsə başlayanda. O da olur. At the point or at the time something starts. Nəsə başlayan zamanda. Ona görə də 1-ə C verəcəyik. Bu getdi, bu getdi, bu getdi. İkinci. In the beginning of sus. In the beginning əvvəla deməkdir. Əvvəla. Birincisi, bax bu deməkdir. 2-yə verəcəyik at first, yəni 2-yə D. Üçüncü, indi at the end of görürsünüzmü? Nəyinsə sonunda deməkdir. Of orada yəlik mənasında. Nəyinsə sonunda. At the point or at the time something finishes. Yəni nəsə bitən zamanda. 3-ə verəcəyik A-nı və 4. In the end, axır ki.
nəhayət ki deməkdir və 4 olur eventually, nəhayət ki. 4-də də verdik B-ni və cavab olur E variantı. 8-də bizə uzun bir cümlə veribdir, sadə cümlədir. Yəni reduction-a düşmüş cümlədir. Reduction da nə deməkdir? Yəni sadələşmiş cümlədir. İndi deyir ki, bunu təzədən reduction-a ləğv elə, qaytar mürəkkəb cümlə şəklinə sal. Burada da belə biz reduction-da bilirik ki, verballardan düzəlir də. The first year söz üstünlük dərəcəsi və üstünlük dərəcəsi də olanda bilirik ki, tolu infinitiv işlənir. Ondan sonra the first people in centuries to watch. Deməli, deyir ki, bu arxeoloqlar çox güman ki, bu əsrlər ərzində ilk insanlar idi ki, günəş sularını, bu cenotes water, bu yeraltı sulardır, nədir, belə bir xüsusi bir məkandır da, dağların arasında su hövzəsidir, belə adı var, alınma sözdür. Hə. Hindu dilindən alınma sözdür. Cenotes water'dan, yəni ki, bu yeraltı sulardan bu günəş şüalarının keçməsini izləyən ilk insanlar imiş. Biz buradayıq ki, insanlara təyin veririk ki, ilk insanlar imiş. Hansı insanlar imiş? Falan hadisənin baş verdiyini görən insanlar imiş. Yəni ki, people-ı təyin budaq cümləsi verəcək people-a. Və orada da elə A variantı olacaq. The archaeologists were probably the first people in centuries who watched the sun most slowly. Görürsünüz, burada neyin edik? Who watched ikinci mübtəda xəbər gətirdik. Yəni cümlə mürəkkəbləşdirmək nə deməkdir? Əgər sadə cümlədə bir mübtəda xəbəri idisə, baxın, archaeologist və bir dənə mübtəda xəbəri, başqası yoxdur. İndi biz 2 dənə mübtəda xəbər gətirməliyik burada. Archaeologist və bir mübtəda xəbərdir. Who watched ikinci mübtəda xəbərdir. Bu da nə oldu? Mürəkkəb cümlə oldu. People insandır, insana sonra who veririk, əla. Hər şey oturuşdu. Digərlərində problem nədir? B variantında whom watched səhv birləşməlidir. AC əvəzlikdən biri ki, watched xəbərdir. Xəbərdən əvvəl nə gəlməlidir? Mübtəda. Mübtəda hansı halda olur? Adlıq halda. Whom obyekt haldadır. Obyektal xəbərlə birləşmir. Bu getdi. C-yə baxırıq. In order that, ondan ötürü ki, məqsəd budaq cümləsi olacaq. Bu səhvdir. Biz people-a təyin budaq cümləsi verməyik. Burada məqsəd bağlayıcısı hardan çıxacaq ki, durduq yerdən. Bu səhvdir. D variantına baxırıq. For, çünki burada artıq səbəbi bildirir, səbəb bağlayıcısı da durduq yerdə çıxa bilməz ortaya. Y variantına baxırıq, which. İnsan anlayışına which vermək olmaz. Yaxşımı? İnsanı which-lə təyin eləmirik. İnsanı who, whom, whose və that-lə təyin elə bilər, amma insandan sonra which gəlmir. 9-da biz antonimlər tapmalıyıq. Burada baxın, professional, professional, yəni ki, mütəxəssis də, yəni yüksək səviyyədə iş görən. Bunun da əksi nə olacaq? Amateur çox güman ki olacaq. Yəni ki, həvəskar, yəni professional deyil. Bax, bu söz getdi. Bir də specialized, bu da getdi. Çünki onlar əksinə işini yaxşı görən deməkdir. Bu üçünü saxlayaq hələ ki, çünki üçü də bacarıqsız və zəiflik göstərən sözlərdir. Impossible qeyri-mümkündür, indi mümkün seçməliyik. Absurd, bu da absurd deməkdir, yəni real olmayan. Incredible, inanılmaz, amma bizə nə lazımdır? Impossible ilə incredible, bu elə sinonimdir. Bizə antonim lazım idi. O da imaginable. Impossible qeyri-mümkün, imaginable təsəvvür edilə bilən, mümkün bir şey deməkdir. Solo sözünü, məsələn, solo oxumaq nə deməkdir? Tək oxumaq. Məsələn, mahnıda, müğənnilərlə işlənir. Tək deməkdir solo və solonda əksi, yəni təkin əksi birlikdə deməkdir. Komparativ müşayiət olunmuş şəkildə. Müşayiət nədir? Müşayiət etmək, yəni yanında olmaq, birlikdə olmaq. Və cavab oldu B variantı. 10-da deməli, agreement incorrect olanı, səhv olanı seçməliyik və C variantı səhvdir. İndi səhv nədir burada? Sual cümləsində to be əvvələ keçir də, düzdürmü? Bu ayza orada, nayzan orada demişik ki, xəbər hansı ismə yaxındırsa ona da uzlaşmalıdır. Sual cümləsində xəbərin yəni köməkçisi önə keçir. Önə keçirsə özünə yaxın olan ismi axtaraq, leader təkdədir. Deməli, R-la olmayacaq. Ona görə C variantı səhvdir. Digər cümlələrə baxaq və düz olduğunu da sübut eləyək. Z ilə başlayan cümlələrdə birinci gələn ismi uzlaşmalıdır. Deməli, was-dır. Birinci gələn isim nədir? Leader. Was leader. Uzlaşdı. Buna plus verdik. B-yə baxırıq. Not only but also. Xəbər hansına yaxındır? R.
xəbəri members-ə yaxındır. Uzlaşdı. D-yə baxırıq. Gəlin xəbəri tapaq. Was. Z ilə başlayan cümlədə birinci gəllə uzlaşmalıdır. The leader was. Düzdür. Buna plus veririk. Y-yə baxırıq. Deməli, Nayza Nur xəbər yaxın olana. Are xəbər cəmdir. Yaxın olan isim members. Yəni expedition-a baxmayın da, yaxşı? Çünki sözünlü birləşmədir və bu da uzlaşma qaydasıdır ki, sözünü olanda sözündən əvvəlki söz uzlaşır. Members cəmdir, are cəmdir. Bu da uzlaşdı, plus aldı. Minus olan nə idi? C variantı. 11-də cümlənin ekvivalentini tapmalıyıq. Yəni paraphrase test edim. Burada da fikir verirsiniz. Two children rescued, a strike to be held. Yəni deməli rescued-da bilirik ki, passivlik mənası var, amma yəni istiyə participle to kimi yazılmayıb da. Burada isə xəbər əvəzinə götürüblər, to-lu infinitiv veriblər. Belə quruluş xəbər başlıqlarında olur. Yəni qəzetdə filan, nə bilim, internet saytlarında, xəbər saytlarında bunlar xəbər başlığı formasıdır. Xəbər başlıqları bu formada verilir. Yəni konkret belə adi danışdığımız cümlələr kimi olmur da, mübtəda xəbər filan. Həmişə orada meylli olur passiv verilməyə, amma o passivdir. Bizim gördüyümüz kimi to be istiyə participle to şəklində olmur da. İndi biz bunun ekvivalentini seçəndə onun artıq xəbər başlığı kimi yox, adi cümləyə çeviririk. Orada xəbərini düzgünləşdiririk və A variantı olur. Two children were rescued. Görürsünüz, başqa yerlərinə heç əl vurmayıblar. Rescued-ı were rescued kimi eləyiblər. Yəni, verilən cümlə, bax bu birinci rescued, bu xəbər başlığıdır. Amma xəbər başlığı həmişə qısal olmalıdır. Maksimum qısal olmalıdır. Feilləri uzatmırlar. Amma əslində qrammatik cəhətdə necə olmalıdır? Were rescued kimi. Eləcə də to be held, to infinitivlə gerundun məsələn bir fərqi var. Deyirik ki, gerund əvvəlki hərəkəti bildirir, to infinitiv sonraki hərəkəti bildirir. Çünki to infinitiv adətən gələcəyə yönəlik olur. Ona görə də strike will be held. Yəni to be held nədir? Passive infinitivdir də, passive formadadır. Ona görə də biz onu xəbərə çevirəndə gələcək zamanın passiv şəkildə verməliyik. Will be held olur. Başqa yerlərinə əl vurmayıbdır. Burada məsələ ancaq xəbəri bərpa eləmək və cümləni qrammatik şəklə salmaq idi. Yəni, xəbər başlığı kimi yox, adi cümləyə çevirməkdir. İndi B variantında deməli, indiki bitmişə çeviribdir, səhvdir. Sonra to hold məchul deyil, məlumdur, səhvdir. C-yə baxırıq. Were rescued, problem yoxdur. Amma will hold passivdə deyil, səhvdir. D-yə baxırıq, have rescued, zaman səhvi var. Will be held, bu düzdür, problem yox idi. Amma birinci cümlə səhvdir, çıxdıq. Və being rescued, bax bu nə deməkdir? Dameciyə salıbdır. Bizdə damecidə verməyibdir. Sadədə rescued veribsə, deməli bu keçmiş sadə olacaq. Will have held. Bax, bu da gələcək bitmişdir. Amma nə olmalıdır? Sadəcə gələcəyin passivi. Bu heç passivdə də deyil. Bu da getdi. 12-də phrasal verbləri yerinə qoymalıyıq. A variantındakı run out dayanmaq deməkdir. B-də run into kimdənsə üz-üzə gəlmək, kimdənsə toqquşmaq. Və C-dəki run out of-dan sonra isim gəlməlidir orada və tükənmək deməkdir. Yəni, of-dan sonraki ismin tükəndiyini göstərir. İndi birincidə deyir ki, we didn't place a new order in time. Bizim deməli mağazamız var və o mağazamız run out of stock. Yəni ki, mallarımız tükənir. Çünki biz yeni sifarişi vaxtında etmədik. Yəni, mallar sifariş eləmədik deyə mallarımız mağazada run out of elədi. Yəni, tükəndi. Birə verdik C-ni. İkincidə biz deyir, gəzintidə olarkən gözlənilmədən sözü varsa kimdənsə üzbəüz gəldi, toqquşdu. Run into, yəni köhnə dostumuzla üzbəüz gəldi orada, üzləşdik. Üçüncüdə isə
dayanmaq mənasındaydı. Bitmək, dayanmaq mənasında deyir. Çox vaxt printerim düz işimin ortasında dayanır, yəni xarab olur, işləmir. C, B, A lazımdır bizə, o da olur A variantı. 13-də sözləri yerinə qoymalıyıq. Mortal ölümcül, novel həm roman deməkdir, sənət əsəri, həm də yeni deməkdir. Depict təsvir etmək feildir. Birinci cümlədə deməli rəssam və müəllif hər ikisi çalışırdılar ki, günəş batımının gözəlliyini neynəsinlər? Təsvir etsinlər. İkincidə illness xəstəlikdirsə, ölümcül xəstəlik ola bilər. O, deməli, ölümcül xəstəliyə tutuldu. Mortal illness, ölümcül xəstəlik. Və üçüncüdə plan. Plan necə ola bilər? Novel. Novel, yəni sifət kimi yeni deməkdir. Yeni plan bəzi unforeseen problems, yəni öncədən görünməyən, öncədən bilinməyən bəzi problemlər ortaya qoydu. Novel, yəni sifət kimi mənası necə oldu? Yeni. Gəldik bu gözəl uzun-uzadı bir suala. Burada deyir soyuq dəymədən danışır, yəni qrip xəstəliyindən danışır. Deyir ki, contagious, burada qəşəng sözlər var, onları demək istəyirəm. Yəni keçici xəstəlikdir, infeksiyadır və yuxarı hava yollarına təsir edir. Nose, throat, larynx, yəni bu boğaz, burun, bir də nəfəs yolu da larynx, udulaq hissəsidir, nədir, elə bir yerdir. Və ən çox da deyir prevalent in winter, yəni qışda baş verir. Deməli, qışda bu xəstəyə ən çox 50% qışın payına düşür də, qış vaxtının. 20% də yay vaxtı baş verir. Və yaş da burada rol oynayır. Çünki preschoolers, yəni uşaqlarda bu il ərzində 6-12 dəfə tutmaq olur uşaqlarda. Valideynlərdə təxminən 6 dəfə olur. Belə xəstəyə tutmaq valideyn olmayanlarda, yəni adi böyük adamlarda, valideyn, yəni uşaq olmayan adamlarda ilə 2-3 dəfə belə qripə yoluxma olur. Rinovirusları indi gəlir. O da burun boğazdan keçən viruslardır da, rino burun deməkdir axı. Deməli bu da 50-60 dənə virus qrupu deməkdir. Yəni göstərir ki, bu viruslar çoxdur da. Bir virusun içində çoxlu növləri var demək istəyir burada. Və deyir ki, digər viruslardan fərqli olaraq bu qrip virusu var ha. Deyir ki, o qədər diversedir ki, yəni o qədər fərqlidir ki, qrip virusu, yəni növləri çoxdur da, 50-60 daha da çox ola bilər. O artificial immunization-ı, yəni yaxın gələcəkdə, yəni süni immunitet yaratmağı mümkünsüz bir şey eləyir. Yəni o qədər çox növ var ki, ona qarşı immunitet yaratmaq mümkünsüzdür. Artificial, yəni iynə ilə vurulub da, nə deyirlər ona? Yəni prevent mənasında nəzərdə tutur ki, yəni preventlə qarşısını almaq olmur. Natural immunity, təbii immunitet o demək ki, yoluxdun, bir də buna yoluxmayacaqsan, o mənada deyir ki, natural isə o deməkdir ki, yəni after exposure, yəni o xəstəliyə məruz qalanda, elə bir o xəstəliyə məruz qaldığın qrip növü ki var, o 50-60 dənədən birinə tutaq ki, məruz qalırsansa və ona artıq yoluxmursan. Bir dənəsinə tutuldun, ona immunitetin yarandı, ikincisinə tutuldun, ona immunitetin yarandı, ta ki o 100 neçə dənə çatana qədər və hər nə qədərdirsə. O da deyir ki, decreased cold frequency, yəni get-gedə yaşa dolduqca cold frequency, yəni qripin baş vermə tezliyi decrease olur, azalır. Olur individuals, yəni yaşlılarda, yaşlı fərdlərdə, insanlarda. Yəni bu biraz mətin, elmi səslənsə də, dünya görüşümüzdən belə başa düşə bilirik ki, demək, iynə vurmaqla immunitet qazanmırıq, amma qripin bir növünə yoluxmaqla ona immunitet qazandıq. Sonra o birisinə yoluxuruq, ona da immunitet qazanır. Belə o neçə 100 dənə növü varsa, yavaş-yavaş onları tutulduqca tükədirik də. Ona görə də uşaq vaxtı çox tutuluruq.
Çünki onların hamısı bizim üçün yenidir. Böyüdükcə o köhnədən tutduqlarımızı təzədən tutmuruq. Bax, bu mənada deyir. Ona görə də yekun olaraq gəldi ki, artificial immunization, yəni iynə ilə immunitetdə peyvənd məsələsi deyir ki, o bizi will not protect, qoruya bilməyəcək həmin bax bu qriplərdən. Çünki the common cold is not caused by one specific virus. Yəni bir dənə spesifik virusdan ibarət deyil o. Yaxşımı? Artificial niyə qorunmayacaq? Çünki bir virus deyil. Bu qripin içində olan çoxsaylı virusdur. Çoxsaylı fərqli viruslardır. Bir dənəsi deyil. Ona görə də biz ancaq təbii yolla ona immunitet qazanırıq. Ardıcıl tuta-tuta immunitet qazanırıq. Yəni ki, artificial niyə olmur? Özü mətndə deyir ki, yəni artificial alınmayacaq, çünki növü çoxdur. 50-60 dənədir. Elə rinovirusun özü 50-60 dənə növdür. Digər viruslar da var da. Bax belə. Yəni səbəb budur ki, bir spesifik virus deyil, çoxdur. Ona görə də artificial şəkildə immunitet alınmaz. Çünki bir iynə ancaq bir xəstəlikdən qoruya bilər, bir virusdan qoruya bilər. Nəysə, indi B variant deyir ki, heç bir ona qarşı dərman iynə yoxdur. Mətndə belə bir fikir yazılmayıbdır. Çünki çox keçicidir, yolxucudur, keçicidir, düzdür. Amma bu artificialın səbəbi deyil. Artificialın qorumamasının səbəbi deyil bu. Keçici olsa da, məsələn, biz onu nə vaxtsa tutmuşuqsa, artıq o bizə keçməyəcək. Amma heç vaxt tutmadığımız növüdürsə, o keçəcək. Sonra burada deyir ki, burada da kontaktda olursan başqaları ilə, onlardan tutursan. Yox, bu da onun səbəbi deyil. Burada da deyir ki, filan burun-boğaz hissələrinə xəstəlidir. O da təbii ki, sadəcə təsvirdir. O da səbəb deyil. 15-də səhv sual cümləsini seçməliyik və burada səhv olan D variantıdır. Bu elə toplu testlərində də, yəni abituriyent testlərində də belə bir sual tipi var ki, what kind of-la başlayanda burada kind-a fikir verməyəcək. Çünki kind təyinin sualdır. Necə mallar eksport olunacaq? Yəni what kind of necə deməkdir? Necə mallar? Biz deyirik ki, əslində sözündən əvvəlki söz uzlaşır, düzdür? Amma what kind of birləşməsində artıq kind-a baxmayacaq. Biz goods-a baxacağıq. Goods cəm olduğu üçün izlə uzlaşmayacaq. Deməli, niyə burada kind-a baxmadı? Çünki kind burada müstəqil isim kimi işləmir. Bu sadəcə hansı deməkdir. What kind of goods? Hansı mallar? Hansı kimi həmişə yazıda saxlayın ki, what kind of hansı deməkdir. Ona görə də what kind of-un uzlaşmasında kind-a baxmayın. İsmin özünə baxın. Yerdə qalanlarda sual quruluşunda problem yoxdur. What is your preferred method of learning? Yəni sual sözü, köməkçi, mübtəda. Burada əsas feil yoxdur. Çünki əsas feilimiz cümlənin yeganə feili ilə to be feili idi. O da keçib qabağa. Başqa yəni feili yoxdur. B-yə baxırıq. What sual sözü, should be done ilə hamısı xəbərdir. Sual sözü özü mübtəda rolundadır. What və ya who bilirik ki, mübtəda rolunda ola bilər. Əgər onlar mübtəda rolundadırsa, onda xəbər bütövlükdə elə mübtədadan sonra gəlir. What color are you going to paint? Burada da what color sual sözüdür, are köməkçidir, you mübtədadır, going to paint əsas feildir. Y variantında what else sual sözüdür, took place xəbərdir. Yenə də what və ya what else. Else indi orada elə bir rol oynamır da. What'dur burada. Cümlənin mübtədası rolundadır. Ona görə də xəbər özündən birbaşa sonra gəlibdir. Əgər what'dan və ya who'dan birbaşa sonra xəbər gəlirsə, onda do does did köməkçisinə ehtiyac yoxdur. Məsələn, what did take place səhvdir. Amma inkardasa onda gələ bilər. What didn't take place düz ola bilərdi. Yaxşı mı? Biz bunu sual cümlələrində öyrənmişik. 16-da biz clause, yəni sinonimlər seçməyə justice ədalətlidir və fair olacaq. Çünki fair'nin bir neçə mənası var. Ədalətli, sarışın, yarmarka. İndi burada ədalətli mənasındadır.
İkinci sözümüz delinquent, o da criminal deməkdir, yəni kriminal adamdır. Reject imtina etməkdir, o da refuse imtina etməkdir. Deprive əlindən almaqdır və take away from by force, yəni zorla, güclə əlindən almaqdır. Deməli, hamısı qarşılıqlı oldu, yəni ABCD götürəcəyik, o da A variantı oldu. 17-də bizə mətn veribdir və aşağıda da conditional sentencelər veribdir. Görək hansı düzgər. Deməli, Amanda bir dənə veb-sayt tapır aktyorlar üçün movix.com. O öz profilini, yəni ki, şəklini, profil, bir ki, CV kimi bir şey göndərir və talent agent, yəni talentlar axtaran agent onu zəng eləyir. Kiçik bir filmə çəkirlər, o qəşəng orada rol oynayır. Elə qəşəng oynayır ki, onu daha böyük bir filmə də başlayırlar çəkməyə və növbəti filmdə məşhurlaşır. İndi varlı bir aktrisadır, dostlarına vaxt sərf eləyə bilmir, çünki fotoqraflar həmişə onun arxasınca düşür, onun şəklini çəkir. Jurnallar, qəzetlər onun barəsində yalanlar yazırlar. İndi burada verilən conditionallardan B düz gəlir ki, if she hadn't posted her profile and picture, a talent agent wouldn't have called her. Görürsünüz, burada keçmiş bitmişdir və bu tərəfi də keçmişə nəzərənin bitmişidir. Əgər bu da ki, yəni o perfect, hər iki tərəfi perfect olan condition, o demək ki, situasiya keçmişdə qalıbdır, keçmişə aiddir. Yəni, əgər o öz şəklini və profilini göndərməsəydi, onu agentlik çağırmazdı. İndi o biri variantlar niyə götürmürük? Adı deyir ki, ümumiyyətlə təsdiqdə verib ki, web saytı tapsaydı, öz profilinə göndərərdi, zaten tapıb da. C-də deyir ki, əgər məşhur olmasaydı, onun dostları onun şəklini çəkməzdi. Bizdə mətndə dostları çəkir demir, burada fotoqraflar çəkir deyir. Dostları qatmayaq ora. Sonra D variantı deyir ki, əgər yaxşı rol oynamasaydı, ona çoxlu pul verilməzdi. Bax, bu da yanlışdır, aldadıcı variantdır D variantı. Çünki baxın, əgər o yaxşı oynamaq cümləsi balaca filmdən söhbət gedir. Əvvəlcə balaca rola çağırırlar. Balaca rolu yaxşı oynayır, yaxşı oynadığı üçün daha böyük rola, daha böyük filmə çağırırlar. Yaşam balaca rolda qəşəng oynayır, ondan sonra böyük rola götürürlər ona. D variantında səhv verilibdir ki, yaxşı oynamasaydı ona çox pul verilməzdi. Zaten birinci filmdə onun çox pul verilməsi barədə yazılmaya baxır. Çox pul verilməsi o mətnin axırındadır. Tam məşhurlaşıb qutarandan sonra onun well paid olduğu yazılıbdır. Və Y variantı deyir ki, əgər o yaxşı oynasaydı öz rolunu, belə çıxır ki, yaxşı oynamayıb ki, yəni Y variantı səhvdir. Mətndə deyir ki, yaxşı oynayıbdır. Amma Y variantı deyir, əgər yaxşı oynasaydı, ona nə bilim nə, yəni belə çıxır ki, yaxşı oynamayıb. Yaxşı, yəni if cümləsində fikir vermək lazımdır ki, ifdən sonra təsdiq verilibsə, deməli reallıqda inkara uyğunlaşır. Əgər o yaxşı oynasaydı, ona çox pul verilərdi. Belə çıxır ki, o yaxşı oynamayıb. Yəni, ona görə belə ifdən sonra təsdiqin və inkarın yazılmasında biraz diqqətli olun. 18-də zamanları qoymalıyıq. Deməli, birinci boşluqda 10 tech companies, tech yəni technological sözünün qısaltmasıdır. 10 texnoloji şirkəti cəmdir. Cəm olduğu üçün buradakı has olmaz, D variantı gedir. İndi birinci tərəfdə indi nəsə başqa bir şey çıxa bilmir. İkinci tərəf olmaz, su kimi asandır. In the late 1990s 90-cı illərin axırları deməkdir. Keçmiş sadə zaman göstəricisini görürsünüz burada. Bilgin keçmişdir, keçmiş sadə deyil, keçmiş sadə deyil, bilgən keçmiş sadədir və sanırım cavab olar C variantı. 19-da düzgün nida seçməli, uzun cümlə görünə bilər, amma qayda həmişəki kimi eynidir. Və burada düzgün cavab A variantı olacaq. What significant damage? Damage sahibinin isimdir. Qabağında sifət gəlibdir, artikla ehtiyacı yoxdur. Transporting millions of tons of goods annually.
Transporting, yəni gerunddur. Gerund özü cümlənin mübtədasıdır. Damage də isimdir. Demişik ki, what olan cümlədə iki mübtəda lazımdır. Damage və transporting. Transporting gerunddur. Gerund da nədir? İsmə bərabər kimi bir şeydir. Все, iki dənəsini tapdıq. İndi o birilərdə problem nədir? Damages cəmdə verilibdir, article da verib səhvdir. C-də how significant damage? Bax, how-da deyirik ki, bir mübtəda olmalıdır. Burada damage və transporting iki dənədir. Bu how-un quruluşu deyil. Burada da iki dənədir. How-un quruluşu deyil. Y variantında isə article-ın yeri səhvdir. Heç burada ehtiyac da yox idi. 20-ci sualda düzgün inversiya seçməliyik uzun cümlədə, amma əvvəli də axırı da hamısında eynidir. Bircə kəlməsinə fikir vermək lazım. Burada düzgün B variantıdır. Birincisini fikir verir ki, if-li tərəfdə heç bir şey ehtiyac yoxdur. If budaq cümlədə də baş cümlə bax, under no circumstances. Görürsünüz, under no circumstances. No var burada. Negativ inversiya olacaq. Deməli, inkardan sonra any gəlibdir və is anyone-dan, yəni mübtədadan əvvələ keçibdir. Все, həll olundu. Digərlərdə səhv nədir? A variantına baxırıq. Under no circumstances. Someone birincisi inkardan sonra some verilməsi səhvdir. İkincisi də ki is gərək burada olardı. İnversiya yaratmayıbdır. C-yə baxırıq. Under no circumstances anyone is-in yeri səhvdir. İnversiya yaratmayıb. D variantı. Are anyone törəmələrin xəbəri tək olur, cəm olmur. Y variantında inkardan sonra some olmamalıdır və arda olmamalıdır, tək də olmalıydı. Həm də yeri də səhvdir. İndi gördünüz, cümlə uzundur, amma 3 sətirdir də. Birinci sətri ilə və üçüncü sətri ilə heç bir işimiz yoxdur. İkinci sətr baş cümlədir, ona görə də orada işimizi görürük. Bizə nə lazımdır? Mübtəda və xəbər. Biz inversiyanı mübtəda və xəbərin üzərində qururuq da. 21-də bizə mürəkkəb cümlə veribdir. İndi istəyir ki, sadəyə çevirək. Mürəkkəb cümlənin quruluşu nədir? Ən azı iki mübtəda, iki xəbərdir. I went, I couldn't. Yəni, iki mübtəda, iki xəbər. Biz indi elə cümlə qurmalıyıq ki, orada yalnız bir mübtəda, bir xəbər olsun. Yaxşı, və onda o sadə cümlə alınacaq və mənanı da eyni saxlamalıyıq. Nəyisə dəyişməməliyik. Deyir ki, mən ilk dəfə xaricə gedəndə mən heç söhbətlərə qarışa bilmirdim. Çünki because of, görə. İngilis dili biliyim zəif olduğuna görə. Heç bir söhbətə baş vura bilmirdim. Onun da ekvivalent olur A variantı, özü də sadə cümlədir. I couldn't. Все. Bir mübtəda, bir xəbərdir. Başqası yoxdur. Deməli, bu doğrudan da sadə cümlədir. Upon my first going abroad, yəni upon anda, əndə kimi məna verir. Mənim xaricə ilk səyahətim vaxtı heç bir söhbətə, yəni eyni tərcümədir. Digərlərindəki səhvi deyim. B variantında. I went, I couldn't. Nə görürsünüz? İki nöqtədə iki xəbər. Bu sadə cümlə deyil, bu yenə də mürəkkəbdir. C variantına despite, baxmayaraq ki, axı bizə because of veribdir, görə. Çünki mənası lazımdır, səbəb bağlayıcısı lazımdır. Amma burada despite baxmayaraq ki, deməkdir, bu qarşılaşdırma bağlayıcısıdır. Cümlənin ekvivalentini verəndə qətiyyən bağlayıcıların mənasını dəyişmək olmaz. Nə veribsə onu da saxlamalı. Qarşılaşdırma veribsə o cürdə qalmalıdır. Səbəb veribsə o cürdə qalmalıdır. Bir-birinə qatıb qarışdırmaq olmaz və dəyişdirmək də olmaz. Sonra I went bizə verilən cümlədə məlum növdür. Məlum növü redaction eləyəndə participle to ilə vermirik, participle one ilə verməliyik məlum növü. Çünki biz participle to ilə participle one-ın fərqini demişik də. Participle one məlum məna bildirir və məlum növün ixtisarıdır. Participle to məchul məna bildirir və məchul növün ixtisarıdır. Ona görə də buradakı gone, yəni participle to getsin. Sonra Y variantında isə fikir verin, oxuyuruq. Heç bir dənə də olsun mübtəda xəbəri yoxdur burada. Going, participle one'dır, to be, a part, yəni infinitivdir. Yəni burada ancaq verballardır da. Verballar nədir? Gerund, infinitive, participle. Burada mübtəda xəbər yoxdur. Mübtəda yoxdur da, ay yoxdur. Deməli, bu ümumiyyətlə Y variantı heç cümlə deyil. Sadəcə söz birləşməsidir.
Demək, 22-ci suala baxırıq. Burada budaqların adını tapmalıyıq. Cümləni oxuyanda adama çox qəribə gəlir. Fikirləşdim, görüm, bax, burada nə demək istəyir. Sonra anladım ki, bu sən demə elə belə dağın çıxan bir insan təsviridir. Deməli, bu dağı çıxanların başında lampa olur axı. Dağı çıxanda lampa ilə deyir ki, hansıdır, qranit parçasına da daşa o lampanın işığı düşür. Həmin daşa da öz ayağını qoyacaq. Yəni qalxa-qalxa da. Bir sözlə, burada budaqları tapmaq üçün birincisi bağlayıcıdan kəsməliyik. Bax, burada mən əz bağlayıcısını görürəm. Buradan beləsinə kəsirəm. Deyirəm ki, bağlayıcı olan tərəfdən budaq cümlə başlayır. Burada da indi əzin çox mənası var. Buradakı mənası anda əndə, yəni zaman bağlayıcısı mənasında olmasıdır. Yəni mənası bu olur ki, başındakı lampanı qranit parçasına işıq salanda o lampa ilə yüngül meh onun saçlarını əsdirirdi. Deməli, as burada anda əndədirsə, bu adverbial clause of time olacaq. Time olmayana çıxaq, bu qarşılaşdırmadır. Bu səbəbdir, bu da səbəbdir. İndi səbəb kimi as, çünki, indi burada çünki mənasında işləmir küləyə əsir. Çünki onun işığı düşür. Yox, elə bir şey ola bilməz. Çünki çıxırıq. Concession'da qarşılaşdırma, as qarşılaşdırma mənasında yalnız inversiya da işlənir. Bu inversiya deyil, deməli qarşılaşdırma mənasında deyil, o da getdi. Ancaq time ola bilər, yəni anda, əndə. So, time'lara baxırıq. İndi ya B variantı olacaq, ya da Y variantı. Time və fərqi. Place yoxsa attributive, yəni təyən budaqdır, yoxsa yer budaq cümləsidir. İndi ikinci budağı tapırıq. Hardan tapırıq? Təbii ki, bağlayıcıdan kəsirik. Where. Bax, buradan kəsdik. Granite, qranitdir, daş parçasıdır, daş adıdır da. Və baş cümlə görürük, yəni bu bizim baş cümləmiz olur da, düzdürmü? Baş cümlə nə ilə bitib? İsimlə bitib. Sonra biz o ismi nə edirik? Təyin edirik. İndi where ancaq yer budaqda işlənmir ki, təyin budaqda, məkan budaq, tamamlıq budaqda və s. Yəni biz əsas bağlayıcının adı ilə yox, bağlayıcının qoşulduğu üzvdən bilirik. İndi burada da where nədən sonra gəlib? Granite, yəni isimdən sonra gəlib və ismin təyin edir ki, hansı qranit imiş? Birazdan ayağını qoyacağı qranit imiş. Deməli, bu nədir? Təyin budaq cümləsidir və cavab olur Y variantı. 23-də biz report edəcək. Oh, this is a very nice dress, she said. Baş cümləmizdə nə görə? Keçmiş. How much does it cost? Burada da sual cümləsidir. Uyğunlaşdırmalıyıq keçmişəm. Birincisi fikir verməliyik ki, does cost, yəni indiki zamandadırsa, bunu keçmişə salanda cost olduğu kimi qalacaq. Çünki cost eyni qalan feildir. Və burada A variantında costs indikidir. Sonra o dırnaq içində o nida tipli cümlələr, sözlər var ha. Onlar olduğu kimi qalmayacaq. Məsələn, B variantında o qalıb öz yerində. Bunu çıxırıq. Yəni bu cür nidalar cümlədə dırnaqdan açılanda yox olur və onları adi sözlə əvəzləşdirməliyik ki, təəssüf etdi, həyəcan bildirdi. Yəni bu kimi sözlərlə ifadə eləməliyik. Artıq nidanın özü qalmamalıdır. Sonra D variantında görürsünüz, cost indiki zamanda qalıb, onu da çıxırıq. Orada 3 dənə variantımız çıxdı. Y variantında da o qalıb, onu da çıxaq, nidamız qalıb. How much it cost, she asked. Bax bu nədir? Bu lazım deyil, replika hissəsi. Replika hissəsi, bax bu hissə replika hissəsidir. O qalmamalıdır. Bir dənə C variantı düz qalır. Baxın, she explained that, yəni explain nədir? Exclamatory, yəni nida cümləsi də nida bildirdi. Nidasını ifadə elədi ki, necə də gözəl paltardır, qiyməti necədir? She asked how much it cost. Görürsünüz, cost olduğu kimi qalıbdır, keçmişdə işlənibdir. Hardan biri keçmişdir? Çünki he itdən sonra indiki zaman olsaydı, axırında nə olacaqdı? S. Amma bu keçmişdir, ona görə də S yoxdur. İndi 24-də balaca bir passage qurmalıyıq 4 dənə cümlələri. Birincisi fikir verməliyik ki, biz passageləri gərək əvəzliklə başlamalıyıq. Məsələn, birlə başlamayacaq. Bunu çıxaq və bunu çıxaq. Çünki gərək konkret isimdən başlayaq. Sonra onları əvəzliklə ifadə edək. Məsələn, 3 ilə də başlamayacaq. Thankfully her friend, yəni onun dostu, hələ bir kimdən danışdığını denən, sonra she, her filan belə bir şeylər deyil. Ona görə 3 ilə də başlamayacaq. Amma 2-yə baxın, Sarah konkret adamla başlayıbdır. Sarah arrived at the airport, excited for her vacation in Paris. Yəni aeroporta gəldi, çatdı, çox həyəcanlı idi. Parisə tətilə gəlmişdi. 2-dən sonra nə olacaq?
Məsələn, burada 4 gəlməyəcək. Niyə? Çünki hələ indi gəlib çatıb, sırası deyir ki, panikaya düşdü, dostuna zəng edir. Nə baş verdi axı? Nə baş verdi ki? Ona görə də hələ 4 verməyəcək. Panika cümləsini niyə verir? Aha, gəldi çatdı, sonra 1. O başa düşdü ki, sən demə pasportu yadından çıxıbdı. Hardasa board the plane, she was about to, oja enmək üzrə idi də, çıxmaq üzrə idi. Pasportu yadından çıxıb, sonra 4 Parisə hələ çatmayıb, excited hələ gedirmiş, gəlib görür ki, bəs board the plane, yəni ki, nə idi o, təyyarəyə minəcəkmiş. Təyyarəyə minəndən əvvəl də görür ki, bəs pasportu yadından çıxıb, sonra 4 panikaya düşür, dostuna zəng eləyir və 3 yaxşı ki, thankfully, xoşbəxtlikdən onun dostu vaxtına gəlib çatdı və sonra da catch her flight, yəni ki, uçuşa çata bildi, buraxmadı. Belə. 25-də neynirik? Burada bizə 2 dənə cümlə verir. My mom works much. We can't go to the park with her. Anam çox işləyir, biz ondan parka gedə bilmirik və ya gedə bilmərik. İndi biz bu cümləni bağlayıcı ilə birləşdirib mürəkkəbləşdirməliyik. Tabeli mürəkkəb cümlə etməliyik. Biz öyrənmişik ki, unless bağlayıcısı elə bir bağlayıcıdır ki, özündən sonra qətiyyən inkar tələb etmir, özündən sonra təsdiqləyə bilir, amma mənası inkar olur. Deməli, unless plus inkar olanlar çıxır. Bax, unless my mom doesn't work much. Görürsünüz, unless-dən sonra inkar vermək olmaz. Bunu çıxırıq. Burada da inkar var, bunu da çıxırıq. Burada da inkar var, bunu da çıxırıq. Dərhal 3 dənə variantımız əldən getdi. Qalırıq A, B, C arasında. İndi biz nə dedik? Unless-dən sonra yazılış təsdiq olur, tərcümə inkar olur. Gəlin tərcümə eləyək A variantına. Əgər, unless if nota bərabərdir axı. Əgər mənim anam çox işləməsə, biz onunla parka gedə bilməyəcəyik. Düz alındı? Yox, alınmadı. Onda gələn C-ni tərcümə eləyək. Unless nədir? If nota bərabərdir. İnkar kimi tərcümə eləyək. Əgər mənim anam çox işləməsə, biz onunla parka gedə bilərik. Alındı? Alındı. Deməli, təsdiqlə inkarın yeri dəyişdi və mənaca düz çıxdı. Bizə verib ki, anam çox çalışır, çox işləyir, onunla parka gedə bilmirik. İndi if notla əvəzləyirik. Mənim anam çox işləməsəydi, onunla parka gedə bilərdik. Gördünüz? Bax, eyni məna oldu. 26-da, deməli, hansı bağlayıcı cümləyə düz gələ bilmir, o da olacaq although. Nəydi o? Qarşılaşdırma bağlayıcısı düz gəlməyəcək. Çünki digərlərinin mənası bir şərtlə ki, əgər ki mənasına verir, onların hamısı bir-birinin sinonim kimi. We shall come by car that lends us his. Biz başına gələcək, əgər atam versə. Providing that, əgər versə. Provided that. As long as, əgər, if, əgər. Bunun hamısı əgər mənasını verir. Also qarşılaşdırmadır. O tamamilə başqa aləmdir və cümlə mənasına düz gəlmir. 27-də burada düzgün adverbləri qoyacaq və burada da avtomatik C variantı olacaq. Niyə? Baxın. Have you been to the bank yet? Bu sual cümləsidir. Yet həm sual cümləsinin axırında, həm də inkar cümləsinin axırında ola bilər. To-nu çıxırıq. Yet olmalıdır. No, I have already told you. Already olacaq. Çünki I have still told you olmur. Bitmiş zaman göstəricisi kimi already işlənir. I've already told you. I am still waiting. Görürsünüz davam edici. I am waiting. Davam edicinin içində nə olur? Still. Haven't you received it? Sual cümləsi həm də inkardır. Yet. I have called. Bitmişdi. Already. I have already called. Və son cavab olur C variantı. 28-də bu time ifadələrdir. Bunu tense forms materialının axırındadır. Qeyd eləmişəm. Keçmişik. Deməli, it's time, it's high time plus mübtəda xəbər olanda keçmiş sadə zaman işlənir. Bu plus. It's high time we had gone. It was high time, yəni it was olanda biz keçmiş bitmiş veririk. Burada was deyil, indiki zamanda indiki ilə keçmiş bitmiş yox. İndiki ilə keçmiş ola bilərdi burada. Sonra it's time ifadəsində gələcək zaman işləmir. Bu da minusdur. Və 4-də də it was high time, yəni keçmiş veriləndə burada oca keçmiş bitmiş olmalıydı. Ona görə bu da minusdur və cavab olur yalnız bir C variantı.
29-da düzgün idiom verməliyik və burada da cümlədən rahat başa düşülür ki, keeping an eye on olmalıdır. Yəni diqqət etmək, gözün üstündə olmaq deməkdir. Gərək gözün daim öz çantanın üstündə olsun, diqqətdən kənarda qoyma, çünki somebody might steal it, kimsə oğurlaya bilər. 30-da düzgün zaman formalarını qoymaq və cavab olacaq B variantı. When'dən sonra keçmiş sadə, o biri tərəf keçmiş bitmiş düsturuna uyğun gəlir. Biz deyir ki, bu məsələni dayandıranda, indi nəticədə squirrel nəsə eləyirmiş onu deyir. Dayandıranda artıq o squirrel 20 dənə fındıq yemişdi. Yemiş deyəndə ki, ağzına doldurur da onu. Yəqin o mənadadır. Hamısını birdən yemir, ağzına doldurur, qaçır, gizlədir. Hə, when'dən sonra keçmiş sadə, o biri tərəf keçmiş bitmiş. O biriləri niyə olmur? Birincisi, squirrel üçüncü şəxsin təkidir. Have-dən verilə bilməz. A variantı getdi. Sonra it indiki zamanda görürsünüzmü? Üçüncü şəxsin təkinə indiki zamanda sığ yoxdur. D variantı da gedir. Sonra Y variantında bu tərəf keçmiş bitmiş, bu tərəf keçmiş sadə, bu when-ın uzlaşması deyil. Gərək bağlıcıdan sonra sadə olsun, o biri tərəf bitmiş olsun. Ona görə də Y variantı da tərsinədir. Və C variantı da ki, will have already eaten. Burada nə çatmır? Burada çatışmazlıq deyəndə ki, bu üçüncü şəxsin təki deyil, cəmdir. Stops isə üçüncü şəxsin təkidir. Ona görə də Y-yə düz gəlmir. Bu da çıxdı. Və cavab oldu nə? B variantı. Balacadan sonra keçmiş sadə, o biri tərəf keçmiş bitmiş. 31-də düzgün sözünü ya bağlayıcı tipli nəsə qoymalıyıq. Çünki biz bilirik də, əgər mübtəda xəbər gəlirsə bağlayıcı deyirik, mübtəda xəbər yox, bir dənə üzv gəlirsə buna sözünü deyirik. Deməli, birinci cümlədə deyir ki, oyunçu öz oyununa davam etdi. His injuries zədələrinə nə? Zədələrinə baxmayaraq. Zədələrinə baxmayaraq davam edibsə despite olacaq burada. Despite baxmayaraq deməkdir və despite-dan sonra mübtəda xəbər gəlmir. Bir üzv gəlir. Məsələn, bir dənə isim, bir dənə ismi birləşmə, bir dənə gerund. Nəsə mübtəda xəbər gəlmir əsas odur. Despite his injuries zədələrinə baxmayaraq oyununa davam etdi. 2-də despite being shy utancaq olmasına baxmayaraq görürsünüz burada gerundla işlənibdir. TED audition, American Idol auditionuna imza attı. Sonra despite the fact that bu hazır ifadədir. Despite the fact that, due to the fact that, because of the fact that belə hazır ifadələr var. Deməli, despite hamısına uyğun gəldi. O birilər bax, biz dedik ki, baxmayaraq, zədələrinə baxmayaraq davam etdi də oyuna. Because çünki deməkdir, filan şeyə görə səbəb bildirir, because of səbəb bildirir, regardless o da baxmayaraq deməkdir. Amma regardless of-la olmalıydı burada. Regardless of. Burada da of yoxdur deyə onu götürə bilməyəcəyik. Despite amma düz gəldi. 32-də deməli yenə də bir idiom qoymalıyıq və hansı idiom qoymaq deyir ki, stage director, yəni ki orada şeydə tamaşadır və orada rejissordur, hər nədirsə də o işi görən adam öz aktyorlarına dedi tamaşadan əvvəl nə deyə bilər? Break a leg, uğurlar deməkdir. Uğurlar arzulaya bilər də. O birisi sözlər düz gəlməyəcək. Çünki get your act together, özünə gəl də, nə olub deməkdir? Miss the boat, yəni nəyəsə gecikmişsən, artıq işdən ki, sənin qatarın getdi. Rain and somebody's parade kimisi işini pozmaq, kefini korlamaq, custom and leg, yəni çox bahadır demək. Görürsünüz, mənasızdır. İnsan öz işçilərinə nə deyər? Break a leg, uğurlar deyər. 33-də. Deməli, özü elə deyir ki, modal verbi passivdə işlət. Deyir ki, bizim müəllimimizə əsasən, yəni müəllimimizin fikrinə əsasən, bizim bütün işlərimiz də, yazı işlərimiz in ink, yəni qələmlə, çirnillə yazılmalıdır. Hansısa iş pencil, karandaşla yazılıbsa, o onu qəbul etməyəcək. Deməli, yazmaq feilini passivdə verməliyik modalla. Yəni, bütün işlərimiz qələmlə yazılmalıdır. İndi nəyi götürə bilərik, nəyi götürə bilmərik? Birincisi, bu inkara çıxaq. Yazılmamalıdır, yox, yazılmalıdır, lazımdır. Bu inkara da çıxaq. Sonra B variantında must have been, görürsünüz, must have, yəni ki, modal bitmişə düşürsə, o artıq keçmiş situasiyanı bildirir. Bizim cümləmiz keçmişdir, gələcəkdir, indiyə və gələcəyə aiddir. Qətiyyən keçmişdə qalmış situasiya deyil. Ona görə də bitmiş modalı götürə bilməyəcəyik.
Və qalırıq have to be written yoxsa ought to be written. Ought to-nu götürməyəcəyik. Niyə? Çünki ought to should'un mənasına yaxındır və o məsləhəti bildirir. Bu cümlə isə məsləhət deyil. Bu elə bil ki, burada qayda qanun var ki, müəllim deyib ki, qələmlə yazın. Başqa şey nə yazsınız? Qəbul etməyəcəm. Yəni burada məcburiyyət var. Ona görə də have to be written götürəcəyik. Bu məsləhəti çıxaq. Müəllim məsləhət eləmir. Müəllim tələb qoyubdur. Have to modaldır. Yəni aktivdə olanda necə olacaq? Have to write. Düzdürmü? İndi biz modallı ifadəni passivə salanda nə edirik? Həmin infinitivi bir üstəgəl participle to quruluşuna qoyuruq. Yəni write-ın bir üstəgəl participle to quruluşu nədir? Be written. Be written. Və salam olur nə? A variantı. Have to və write verinin passive forması be written. Have to be written. Have to be written. Və cavab olur A variantı. Vaciblikdir, məcburiyyətdir, müəllimin qaydası, qayda qanunudur və məchuldadır. Niyə məchuldadır? Çünki inşa öz-özünü yazmır, onu kimsə yazır. Modalın məchul necə eləyirik? Modalın özünə əl vurmuruq. Biz hər şeyi infinitivin üzərində götürürük. Infinitivi götürüb bir üstəgəl participle to quruluşuna salırıq. 34-də deməli cümləyi mənacə tamamlamalıyıq. Deyir ki, tələbənin müəllimə qarşı çox pis fikri vardı, çox pis düşüncəsi vardı. Ona düşmən kimi yanaşırdı, düşmən gözü ilə baxırdı. Yəni have a next grind narazılıq olmaq və mənfi fikirlər ifadə eləyir. Yəni negativ bir ifadədir. Çünki müəllimə qarşı pis baxırdı, düşmən kimi baxırdı. Çünki C variantı he had been given the lowest possible mark for his essay. Yəni ki, ona essayinə görə, ev işinə görə ona ən mümkün olan ən aşağı balı vermişdi müəllim. Belə. İndi o birisləri niyə götürüm? Məsələn, burada yaxşı idi müəllim ona qarşı, yox. Bizə negativ lazımdır. Burada yüksək qiymət alıb. Burada negativ deyil. Burada deyir ki, bir-birini anlayırlar. Bu da negativ deyil. Və A variantını da niyə götürə bilmirik? Deyir ki, o imtahandan kəsilmişdi. İmtahandan kəsilməsi onun öz problemi idi. Yəni müəllimə problemi deyildi. Ona görə götürmək olmaz. C variantı olacaq ki, yəni müəllim ona pislik eləyibdi. Yəni pis qiymət yazıbdı. Ona görə də o da müəllimə düşmən kimi baxır. Deyə bilərsiniz ki, biz A variantı, yəni o da aldadıcıdır. Niyə götürə bilmirik? İndi belə baxın da, yəni Azərbaycanlı gözü ilə baxmayın. Xaricinin gözündən baxın ki, yəni orada məsələn müəllim bilərəkdən imtahandan kimisə kəsməsi düzgün çıxmır da, belə deyim. Müəyyən özünüzü o yerə qoymayın da, necə deyim, həmişə situasiyaları eləyəndə ümumi baxışla eləyin. Birdən bir ehtimaldan eləməyin ki, belə olsaydı mən də belə düşünərdim də, yox, ümumi gözlə baxmaq lazımdır. Belə deyin ki, məsələn, A variantını niyə götürmək olmaz? Çünki imtahandan kəsilməsi müəllimin ona etdiyi deyil, o insanın özünə etdiyidir ki, pis olmuşsan, imtahandan kəsilmişsən. Buna görə niyə müəllimdən düşmənçilik eləyirsən? Amma C variantında müəllim sənə pis qiymət verib, ona görə də o müəllimdən xoşun gəlmədi. Çünki düşünürsən ki, o sən haqsız o qiyməti verib də. Bax, C variantı o cəhətdən uyğundur. Çünki müəllimə pis yanaşmağının açıqlamasını verməlisən ki, yəni müəllim sənə nə eləyib ki, ona elə pis yanaşırsan. 35-də yenə də modal, elə bil burada biraz modal sualı çox oldu. Deyir, elə cümlə seç ki, deməli, orada nə mənası versin? Criticism, yəni tənqid mənası versin ki, nəsə səhv bir şey eləmişsən keçmişdə, gərək onu eləməzdin. Yəni, etmişsən, gərək eləməzdin mənasını götürməliyik. Yəni, tənqid mənası olmalıdır, məzəmmət mənası olmalıdır. Və əgər keçmişdən söhbət gedirsə in the past, deməli çox güman ki, bu bitmiş formada olmalıdır. Və avtomatik olaraq D variantı olacaq ki, you should have locked the door before leaving. Sən çıxıb getməzdən əvvəl gərək qapını kilitləyəydin də. Yəni kilitləməmsən, tutaq ki, kilitləməmsən, açıq qaldı içəri, oğru giribdi. İndi mən sən məzəmmət edirəm ki, gərək diqqətli olaydın, qapını kilitləyəydin. Deməli, should have bitmişə düşüb deyil, keçmiş situasiyadır. Did the wrong thing, yəni düzgün bir şey etməmsən qapını açıq qoymaqla. Ona görə də mən sənə məzəmmət eləyirəm ki, gərək açıq qoymazdın, gərək bağlayardın. Burada, məsələn, A variantı keçmiş deyil, burada da keçmişdir, burada keçmişdir, burada da keçmişdir.
Would you mind yenə would kimi görünsə də, yəni keçmiş kimi görünsə də keçmişə aid deyil qətiyyən. Burada keçmişdə yalnız D variantı bildirir. 36-da antonimlər tapmalıyıq. Burada elə çox rahat tapılacaq, hamısı qarşı-qarşıyadır. Perish yox olmaq, live yaşamaq. Unstable qeyri-stabildir, steady stabil, davamlı. Prior və afterwards. Prior öncə, afterwards sonra deməkdir. Rarely və often nadir hallarda, tez-tez. ABC'də A variantı olacaq. 37-də phrasal verblər yaratmalıyıq və cavab olacaq Y variantı. Birinciyə baxıraq. Stood by. Stood by bu cümləni rahat tapmaq olur. Deyir ki, Davidi hansı cinayətdə günahlandırılan zaman, David günahlandırılan zaman onun bütün dostları stood by him. Yəni onunla birlikdə oldular. Onu tək buraxmadılar. Bayaq yanında deməkdir. Yanında o hamısı yanındaydı. Onu tək buraxmamışlar. İkincidə deməli up to, stand up to, yəni qarşı-qarşıya durmaq, üzbəüz durmaq. Yəni deyir ki, o qədər utancaq idi ki, onun bossu ondan kobud danışanda ondan üzbəüz dayana bilmədi. Yəni ona cavab qaytara bilmədi. Üçüncüdə set out olacaq. Set out özünə məqsəd qoymaqdır. O aktyor da uğurlu aktyor olmaq istəyirdi. Belə bir məqsədi var idi. But never made it. Amma heç vaxt o məqsədinə çata bilmədi. 38. Verilən cümlənin ekvivalentini tapmalıyıq. Yəni eynisini. Paul, George and Chris. 3 nəfərdir. Onların deyir ki, hamısı futbolçular. 3 nəfərin hamısı futbolçular. All of them are football players. Hamısı futbol oyunçularıdır. Both of them olmaz. Çünki biz 2 nəfərdən yox, 3 nəfərdən danışırıq. None of them inkara çevirə bilmərik. Çünki verilən cümlədə hamısı futbolçudur. Və every of-la da işləmir. Bunu da çıxırıq və cavab olur. They all are football players. Görürsünüz, all əvəzliyi və bir neçə əvəzliklər öyrənmişik ki, aid olduğu müddətdən əvvəl də gələ bilər, aid olduğu müddətdən sonra da gələ bilər. Orada problem yoxdur. Ona görə də cavab olur 1-4. Yəni bu əslində əvəzlik sualı idi. 39-da deməli artikellər qoymalıyıq. Birincidə mayalardır da, keçmişdə yaşamış millətdir, xalqdır, millətdir, nə deyirəm, qəbilədir də, bir sözlə xalq millət kimi bir şeydir. Ona görə də burada Z artiklı qoymalıyıq. Xalqlarla, millətlərlə, qəbilələrlə Z olur. Sonra suffer from the effects Z artiklı olmalıdır. Çünki periodic extreme drought, yəni ki bu quraqlıq dövrünün effektləridirsə, bu müəyyən bir şeydir. Müəyyəndir. Çünki həmin dövrün effektlərindən söhbət gedir. Burada mütləq Z olmalıdır. Hələ ki Z və Z gəlmişik. Axırıncıda neyinir? The next few centuries of the next. Burada nextdir. Ona görə də Z artiklı olacaq burada. Yəni next burada sıralıq bildirir də. Ona görə də Z ilə işlənir. Burada boşluq deyə bunu çıxırıq. Cavab olur D variantı. 40-da cümləni qurmaq deyir. Əslində burada əsas məsələ sifətlərin ardıcıllığını düzgün qurmaqdır. İndi we bought hamısında veribdir eyni we bought aldıq. Deməli bizim sifətlərin sıralanmasında bilirik ki, əvvəlcə we-ni götürdük, bought-u götürdük. Aha, wooden olmayacaq birinci, çünki material axırlarda gəlir. Clock da olmayacaq, çünki isim də ən axırda gəlir. Deməli, article gəlməlidir. Ya E, ya N olacaq. Antik bu dövrünə əlaqəlidir. Zaman və dövr də yaşla aid olanlar biraz gec gəlir. Lovely olacaq burada əvvəlcə. Çünki necə sıralamışıq? No, saş, ko, n, m, p. Yəni n number idi. Article qoyacaq burada. Məsələn, burada article yoxdur. Y variantı getdi. Opinion. Opinion lovelydir. Gözəl, sevimli. Gözəl deməkdir. Antiki çıxaq. Lovely gələcək. Deməli, opinion, size, age. Size yoxdur. Age varmı? Antik. Sonra material, wooden. Düzdürmü? Yəni, burada material age-dən qabaq gəlməyəcək. B variantı səhvdir. Və qalır A variantı. Bir daha deyək. E artiklı nədir? Number və determiner. Lovely, opinion. Sonra size yoxdur. Age var, antik. Shape, color, origin yoxdur. Nationality yoxdur. Material var, wooden.
Şu alarm clock'daki burada artıq purpose'dir. Purpose'dir. Yəni nə saatdır, yəni bu saat nə üçündür? Alarm üçün, alarm qurmaq üçün. Yəni burada alarm clock'u bir yerdə isim kimi də götürmək olar. Çünki onlar bir-birindən parçalanmır zaten. Və cavab oldu nə? A variantı. Bununla da 10-cu trialımız bitdi. Növbəti triallarda görüşəndək.